Bərdə rayonunda ailələr üçün yeni bir istirahət və əyləncə məkanı fəaliyyətə başlayıb. Söhbət Şef Mud Bərdə Uşaq Əyləncə Mərkəzindən gedir. Mərkəz təkcə restoran deyil, həm də uşaqlar üçün təhlükəsiz və müasir əyləncə zonası təqdim edir. Burada milli və Avropa mətbəxindən ləzzətli yeməklər, fast food çeşidləri və ailələr üçün rahat mühit mövcuddur. Biz də Aran TV olaraq çəkiliş qrupumuzla birlikdə söz gedən məkana üz tutduq və əyləncə zonasını, yeməkləri və ailələrin rahatlığını yerində izlədik. Məkanımızda hər cürə şəraitlər var. Uşaqlar üçün oyunlarımız var. Hamı bizdən razılıq eləyir. Yəni burada körpə uşaqlar üçün də içəridə nəzarətçilərimiz var, baxırlar uşaqlara. Şəhid ailələri üçün də bütün oyunlarımız pulsuzdur. Xüsusi olaraq şəhid övladları üçün bütün atraksionlar ödənişsizdir. Doğum günü münasibəti ilə isə uşaqlara səhnə təqdimatı və oyun jetonları hədiyyə edilir. Mərkəzdə 4D real oyun eynəyi, avtomobil və motosiklet oyun aparatları, masaüstü xokkey və digər maraqlı oyunlar fəaliyyət göstərir. Üstəlik, cəmi bir jetonla 1 dəqiqə ərzində oyuncaqlar qazanmaq imkanı var. Mərkəz artıq sakinlərin istifadəsinə verilib və ailələr tərəfindən böyük maraqla qarşılanır. Bərdə rayon Şirvanlı kənd sakini Sənan Quliyev. Bu gün bura gəlməyimizin səbəbi öz övladımı gətirmişəm. Yəni çox əziyyət çəkirik. Belə bir məkanda, belə bir rayonda, belə bir yerin açılması həqiqətən də ürək açıcı oldu. Çünki elə olur ki, gedə bilmirdik. Yəni Bərdə ərazisində belə bir yeri yox idi. Elə olur ki, Gəncəyə gedirdik, Mingəçevirə gedirdik. Hətta Qəbələyə getdiyim vaxtlar da olub. Yolda maşın qırılıb, yolda qaldığım vaxtlar da olub. Amma çox şükür ki, belə bir yer açıldı. Həqiqətən də yəni ailə üçün gəlməliyik. Birinci mən özüm bu gün gəldim ki, övladımı gətirim, görüm bir necə yerdir. Amma yəni gördüm ki, səviyyəli mədəni yerdir. Həm uşaqların təhlükəsizliyi təmin olunur burada. Bütün attraksiyonlara özüm baxmışam. Hal-hazırda övladım orada əylənir, mən də burada. Yəni hər şey öz qaydasında gözəldir. Yəni məsləhətli bir yerdir. İndi inşallah ailəmlə də bir gələcəm. Qasımova Şəlalə, nəvəmi gətirmişəm, yeni istirahət yeri açılıb. Nəvəmi gətirmişəm, burada istirahət eləsin. Mən bu istirahət yerindən çox məmnunam. Niyə məmnunam? Çünki bizim uşaqlarımız başqa rayonlara gedirdi. Məsələn, Mingəçevirə, Gəncəyə, başqa bir yerlərə gedirdi. Amma indi sevinirəm ki, öz rayonumuzda belə bir gözəl yer açılıbdır. Çox sevinirəm, çox gözəl yerdir. Şəxsən mən məmnun qaldım. Şef Mud Uşaq Əyləncə Mərkəzi, Bərdə rayonu, Bakı küçəsi, əvvəlki Bərəkət Şadlıq evinin yerində Omid tikinti materialları mağazası ilə üz-üzə yerləşir. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.